Axşamınız xeyir olsun müəllimlər. Deməli bizim bugünkü dərsimiz olacaqdır. Muncuqla naxış tikmə texnologiyası. Baxaq görək burada bizə nədən bəhs edir. Biz muncuqla hörməni, muncuq tarixini 5-ci sinifdə də keçmişdik. İndi görək burada bizə necə verilibdir. Deyir ki, əl işləri insanın həyata keçirmək istəyi arzu olunandır. Hər dövrdə insanın sevincini, sevgisini bunlar heç. Bax, parça üzərində naxış tikmək üçün muncuq olduqca əlverişli materialdır. Baxaq görək. Bax, naxış tikmədə istifadə edilən muncuq bustra, biser, yəni kiçik şüşə damcıları deməkdir. Bax, 5-ci sinifdə də mən sizə demişdim ki, ərəb sözüdür, saxta mirvari deməkdir. Bax, burada bustra, buser, məsəl üçün dedik ki, naxış tikmədə bustra, buser deyilir, yəni şüşə damcıları. Amma ki, ümumilikdə desək ki, hardan gəlmə sözdür, mənası nədir? Yadda saxladıq ki, ərəb sözüdür, mənası saxta mirvari deməkdir. Məsəl üçün, məşhurlaşıb desə, hansı adla məşhurlaşıb desə, onda şüşə damcılarını götürəcəyik. Bax, muncuqlar şüşədən və plastikdən hazırlanır. Naxış tikmə ustadları ən müxtəlif rənglərdə olan muncuqlarla işləməyi sevir. Məsəl üçün, naxış gözəl olsun deyib, təbii ki, rəngarəngliyə üstünlük verirlər də olar. Deməli, muncuqla naxışladığımız hər bir məmulat doğmalara, dostlara hədiyyə kimi, yəni onu verə bilərik. Muncuğun bəzək elementi kimi tarixi lap çox əvvəllərə gedib çıxır. Biz 5-ci sinifdə demişdik ki, əvvəlcə Misirdə idi, sonra Romada idi. Yəni bu şəkildə mərhələ-mərhələ inkişaf eləmişdi. Amma ən çox muncuqla məşhurlaşan yer Şimali Çexiya idi ki, onlar artıq o sahə ilə daha məşhur, daha yaxşı şeylər yaratmışlar. Muncuqlar deyək də, muncuq əşya, bəzək əşyaları. Sonra, hələ lap qədim zamanlardan Misir fironlarının, zadəganlarının geyimi muncuqla bəzədilirdi. Hazırda muncuqla naxış tikmədən ən məşhur dəb ustaları və bacarıqlı tikməçilər istifadə edirlər. İndi baxaq görək, muncuqla naxış tikmə üçün hansı alət və materiallar lazımdır? Bax, naxış tikmək üçün muncuqların ölçüsü nədən asılıdır? Deməli, parçanın qalınlığına və sıxlığına uyğun olaraq seçirik bu muncuqların ölçüsünü naxış tikmədə. Həm parçanın qalınlığına uyğun, həm də sıxlığına uyğun. Son zamanlar naxış üçün kanvadan istifadə edilir. Kanva nə idi? O dama-damalı idi da, düzdürmü? Muncuqlu tikmək üçün kanvada damanın ölçüsü muncuğun diametrindən artıq olmamalıdır. Yəni kanvanın damanın ölçüsü, damasının ölçüsü nə qədərdirsə, dama-damalı parçayda o şeyin də, muncuğun da ölçüsü həmin dama boyda olmalıdır. Ondan böyük olmamalıdır. Diametrindən böyük olmamalıdır. Muncuqla naxış tikmə işlərinə sıx parça üzərində başlamaq lazımdır. İlk iş üçün sadə bir şəkil seçməliyik. Sıx parça olmalıdır. Deməli, muncuqla naxış salma üçün nazik iynədən incə və etibarlı hesab edilən lafsan və monosapdan istifadə etmək lazımdır. Lafsan deməli sintetik parçadır, monosap isə fırça və balıq ovu üçün torun hazırlanmasında istifadə olunan kimyəvi lifdir. Deməli, naxış tikmə işinə sıx parça üzərində başlamaq lazımdır. Sadə şəkil çəkmək lazımdır. İlk iş üçün deməli nazik iynədən incə və etibarlı hesab edilən lafsandan, yəni sintetik parçadan və monosapdan balıq və fırça üçün olan monosap torunun hazırlanması üçün istifadə edilən bu kimyəvi liflərdən istifadə etmək lazımdır. İşləyən zamanda iynədə sapın uzunluğu 30-40 sm-dən artıq olmamalıdır. Bax, bu 30-40 rəqəminə birini də artırdıq. Deməli, sapın uzunluğunu, məsəl üçün toz soğuranda keçmişdik, quzular üçün yerdə keçmişdik, mebellərin təmir dəstində keçmişdik. Yəni, müxtəlif yerlərdə bu 30-40 rəqəminə rast gəlmişik. Həm də iynədə sapın uzunluğu da deməli 30-40 sm-dən neynəməlidir? Artıq olmamalıdır. Bir təsvirdə işləmək üçün bir təsvirdirsə eyni növdə, amma müxtəlif formalı muncuqlardan istifadə etmək lazımdır. Məsəl üçün, şüşə kimi muncuqdursa, ancaq şüşə kimi olmalıdır. Şəffaf olmayan muncuqdursa, ancaq şəffaf olmayan muncuq olmalıdır həmin təsvirin üzərində. Amma müxtəlif formalı ola bilər.
Sonra naxış tikmək üçün keyfiyyətli muncuq seçilməlidir. Sayda səhvə yol verməmək üçün sxemdəki birinci damaların miqdarını sayırıq. Sonra yəni ki, ona uyğun muncuq seçirik. Deməli, 1 qram orta ölçülü muncuq təxminən bu testlərə düşür. 1 qram orta ölçülü muncuq 50 ədəd olur. Deməli, muncuqla naxış tikmədə alət olaraq həm düzbucaqlı və yaxud dairəvi çərçivəli gərgahlardan istifadə edirik. Sonra kiçik və səpələnən material olduğundan bilirik ki, dağıldısa məsafələri aralaşır da biz onu yığıb qutara bilmirik, çətinlik çəkirik. Ona görə muncuqları saxlamaq üçün nədən istifadə edirik? Saxlama qablarından. Bunlara da konteynerlər deyilirlər. Deməli, muncuqla naxış tikməyə başlamamışdan əvvəl lazım olan sxemi çəkmək vacibdir. Məsəl üçün, gül tikəsiyiksə, naxışı tikəsiyiksə, işə başlamamışdan əvvəl o gülü çəkirik. Məsəl üçün, evdirsə evi çəkirik. Nədirsə onun sxemini çəkirik. Sonra, məsəl üçün, salacağımız o təsvirin sxemi surət çıxarma yolu ilə də eləyə bilərik. Yəni ki, o şəkil çəkmə qabiliyyətimiz yoxsa, onun surətini də çıxarda bilərik. Yəni, ilk işimiz odur muncuqla naxış tikməyə başlayanda. Sonra, muncuqla naxış tikmək xaçvari naxış vurmadan, məsəl üçün, ancaq istifadə olunan materiala və vizual həcmə görə fərqlənir. Deməli, muncuqla naxış tikməklə xaçvari naxış vurma nəyinə görə bir-birindən fərqlənir? Yadınızda qalsın ki, sadəcə istifadə olunan materialına və həcminə görə. Bayaqların biz xaçvari naxış tikməni keçmişdik. Deməli, iş prinsipi isə demək olar ki, oxşardır. Deməli, seçimdəki hər rəngli kvadrat bir xaçı və ya bir muncuğu ifadə edir. Deməli, hər kvadrat muncuqla naxış tikmədə muncuğu, xaçvari naxış vurmada isə xaçı, bir xaçı neyniyir? İfadə edir. Muncuğun səpələnməməsi üçün iş yerinə açıq rəngli yumşaq parça salmaq lazımdır ki, o tökülsə də neyniyək ki, o muncuqları görək üzərində. Sonra, muncuqla naxış tikmə texnologiyası nədən ibarətdir? Baxırıq bu hissəyə. Deməli, birinci neyinlik naxış tikmə texnologiyasında? Birinci sapı ilgəyin köməyi ilə düyünsüz bərkitmək. Bax, burada şəkildə göstəribdir. Bax, ilgəyin köməyi ilə neynədir? Düyünsüz olaraq ilgəyi keçirərək bərkidir. Birinci işimiz bundan ibarətdir. Sonra, muncuqla naxış tikmənin sonunda da sapı elə bərkitmək lazımdır ki, burada sapın bərkidilmə qaydasıdır. O düyün görsənməsin. Yəni, o sapın onun ucu görünməsin də, etibarlı olsun həm də. Deməli, parça üzərində muncuqla bəzək və şəkilləri müxtəlif üsullarla tikmək olar. Deməli, ən sadə üsulda muncuğun iynə qabağa nə idi? Tikişidir. Biz naxış vurmada nə demişdik? Ən sadə üsul. Naxış vurmada da iynə qabağa idi, səhv eləmirəmsə. Burada da elə iynə qabağa tikişidir. Deməli, muncuğun iynə qabağa tikişi necə həyata keçirilir? Deməli, parçanın astarında bərkidilmiş sapı çıxardırıq. Astarda bərkitdik, sapı çıxartdıq. Muncuğu sapa keçirdik, iynəni geriyə neynədik? Təzədən qaytarırıq, parçaya taxırıq. Mümkün qədər də yaxın olmaqla parçaya taxmaq lazım. Yəni, iynəni taxan zaman parçaya da burada yaxın olmalıdır. Yəni ki, o ilgəkdə belə o yana bu yana oynamamalıdır. Sonra neynədik? Muncuğu yaxın olmaqla parçaya daxil edirik. Deməli, astar tərəfdən kiçik ilgək düzəldib, yenidən neynirik? Bax, bu prosesi deyir da. Yenidən üst tərəfə qaydırıq, iynəni muncuğa keçirir və belə davam edirik. Muncuqla naxış tikmədə sadə bir düstur var. Bu düsturumuz nədir? Bircə dəqiqə baxaq o düstura. Deməli, muncuqla naxış tikmənin düsturudirsə, yadınızda qalsın ki, bir ilgəyə bir muncuq kimi yadımızda saxlayacağıq onu. Xaçvari naxış tikmədə də deməli, bir damaya bir muncuq kimi, bir tikiş kimi yadda saxlayacağıq. Sonra bir xaç kimi. Sadəcə çalışmaq lazımdır ki, ilgəklərimiz ideal şəkildə düz və
sıx olsun. Yəni ki, boşantaraq o muncuqlar ucunda oynamasın. Düz və sıx şəkildə ilgəkləri qurmaq lazımdır. İlgəyin eni muncuğun eni ilə eyni olsa sallanmağa qoymaz, naxış səliqəli alınır. Yəni ki, bu hissə muncuğun eni ilə eyni olmalıdır bu sapıncaya ki, sıx ora yapışsın. Məsəl üçün testdə sual düşər ki, nə zaman tutalım ki, nə zaman naxış səliqəli olunur, muncuq sallanmır. Bu zaman yadda saxlayırıq ki, ilgəyin eni ilə muncuğun eni eyni olar.